Salam əziz izləyicilər, hər birinizi salamlayıram. Film icmallarına yenidən başladıq. İlk icmalı mən eləyəcəm. Bu günləri icmalımızın mövzusu belə deyək, Supergirl filmi olacaq. James Gunn'ın o möhtəşəm Supergirl filmi. Mənə sadəcə maraqlı olan belə bir şey var ki, James Gunn nəyə görə Supergirl filmində baş rola bundan öncə çəkdiyi, belə deyək, Marvel üçün çəkdiyi Guardians of the Galaxy 3 filmindəki Adam Warlock rolunu oynayan aktyoru götürüb. Yəni James, Hollywoodda gözəl qızlar və yaxud da qadınlar yoxdur ki, sən Supergirl roluna bir kişi aktyor götürmüsən, kişi aktyor dəvətləmisən. Yəni mövzu nədir? Bəlkə bizim bilmədiyimiz hər hansı bir gizli bir sirr var orada, ortalıqda. Ola bilər. Ola bilər. Film haqqında danışılacaq çox şey yoxdur. Film haqqında danışılacaq çox şey yoxdur. Yəni mən filmi evdə izləmişəm. HD variantda çıxdı, yəni lisenziya variantda çıxdı. Filmi evdə izlədim. Yaxşı ki, kinoteatra gəlməmişəm. Yəni filmdə yadımda qalan personajlardan sadəcə bir personaj oldu. O da James Momoa'nın canlandırdığı Lobo personajı oldu. O personaj da elə bil ki, bir növ ekranın bu başından girdi, o biri başında yox oldu kimi bir rolla çağırılmışdı. Mən elə bilmişdim ki, onun rolu daha geniş olacaq, amma çox kiçik bir rol oldu. Filmin özü böyük film idi bə. Film 1 saat, səhv eləmirəmsə 35 dəqiqə gedirdi. Yəni 1 saat 35 dəqiqə ərzində James Momoa'nın orada 5 saniyə görsənməyi, yəni məni çox belə deyək də böyük bir xəyal qırıqlığına uğratdı. Amma Supergirl filmində, yəni James Momoa'nın canlandırdığı təkrar olmasın, Lobo rolundan başqa, obrazından başqa, yəni heç bir obrazı yadda qalmadı. Yəni filmin hadisələri niyə baş verirdi, nə üçün baş verirdi, yəni kim idi, kimi vururdu, kimin nə idi? Bilmirəm. Yəni bu belə deyək də ssenari, bu süjet xətti James Gunn'ın şəxsən özü tərəfindən təsdiqlənmişdi və James Gunn mənim gözümdə, mənim nəzərimdə, yəni 3 dənə möhtəşəm Marvel üçün Guardians of the Galaxy filmi çəkən, DC üçün Peacemaker serialını çəkən, sonra Sui-qəsdçilər dəstəsini çəkən, ikinci hissəsini çəkən bir möhtəşəm rejissor idi. Yəni Superman filmi ilə altını vurdu. Yəni Superman filmi bir növ belə deyək də DC studiosun James Gunn'ın rəhbərlik etdiyi DC studiosun ilk bir filmi idi. Yəni o filmlə altını vuran rejissor bizə növbəti ikinci filmdən sübut elədi ki, James Gunn, yəni DC-yə Kevin Feige tərəfindən göndərilmiş gizli bir agentdir. Yəni mən bunu belə fikirləşirəm. Çünki komiksləri də çoxdan itmiş, batmış personajları dirildib ortalığa çıxardan, onlara möhtəşəm bir nəfəs verən, can verən bir rejissor, Marveldə bu işi möhtəşəm görən bir rejissor gəlib, yəni DC-də bu işi bərbad şəkildə görürsə, mənim şəklimcə o çox böyük ehtimal ki, Kevin Feige tərəfindən DCU-ya göndərilmiş, yəni bir məxfi agentdir. Filmdə ümumiyyətcə heç nəyi bəyənmədim, qətiyyən heç nəyi bəyənmədim. Yəni 2014-cü ildə çıxan, 2013-cü ildə çıxan Zack Snyder'in çəkdiyi Man of Style, yəni Superman haqqında Henry Cavill'in başrolda oynadığı Man of Style filmində Kryptonluların geyimi, zirehi, yəni 2014-cü il üçün necə möhtəşəm görsənirdisə, James Gunn'ın yəni təqdimatında olan Kryptonluların geyimi 2026-cı ildə 78-ci illərin, 76-cı illərin filmlərindəki bərbad, yəni o filmlərdə belə bərbad geyimlər yox idi də. Yəni şokoladın içində olan o folqaya, yəni bükülmüş Kara Zor-Elin yerə düşməyi, üzlənərək Superman'in gəlib onu tapmağı, yəni çox mundar bir şey idi. Yəni bu filmə mənim şəxsən verəcəyim qiymət 10 bal üzərindən təbii ki, heç bir bala da dəyinir, amma Lobonun orada olmağına görə 1 bal verirəm. 1 üzərindən, yəni 10 üzərindən 1 verirəm o filmə. Filmi izləməyə heç məsləhət görmürəm. Yəni buradan əgər James Gunn'ın nömrəsi və yaxud da ki, James Gunn'la əlaqəsi olan kimsə bu videonu izləyirsə, mütləq şəkildə bu videonu ona göndərsin və mənim sözlərimi ona çatdırsın. Yəni James Gunn'a demək istəyirəm ki, qarşıdan gələn Green Lantern, üzr istəyirəm, Lanterns, yəni
Fənərlər serialı belə teaserindən, promo materiallarından çox bərbad bir şey olacağı görsənir. James Gunn demək istəyirəm ki, çamadanı yığ, beşlərimi götür, qayıt Marvel-ə, möhtəşəm filmlər çək. Növbəti videolarda görüşərik. Hal-hazırda belə ayaqüstü oturaq vəziyyətdə təbiət qoynunda sizin üçün Supergirl filminin icmalını eləmək istədik. Kanalımız yenidir, yeni fəaliyyətə başlayıb. Kanalımızda maraqlı mövzulara toxunan, əyləncəli video kontent olacaq. Kanalı izləməyi, abunə olmağı, rəy yazmağı, bəyənməyi və bizə mənəvi dəstək olmağı unutmayın. Özünüzə yaxşı baxın. Görüşərik.